Salam əziz şagirdlər. Bugün quantifiers, yəni kəmiyyət bildirən sözlərin qalanını bir yerdə işləyəcəyik və 70-ci sualdan başlayaq işləməyə. Deməli, a little bit chocolate. A little-dan sonra sayılma isim gəlir. Chocolate-ı sayılmadıq üçün düzdür. Many wool blankets. Blankets cəm isim olduğu üçün many-də işlənir. A few-dan sonra skirt cəmdə işlənə bilər. Düzdür. Maçdan sonra sayılmayan gələr, amma rings cəmdədir. Several da cəmlə işlənir, amma sub sayılmayandır. Ona görə bu iş səhvdir. 1, 2, 3 cavabımız düzdür. 73-cü sualda baxırıq magazines. Jurnallar deməkdir və cəmdədir. Cəm olduğu üçün biz baxırıq nəyə? Elotdan sonra of gəlməlidir. Maç sayılmayanlarla işlənir. Another, burada an artiklı var. Düşünün ki, sayılan tək isim gələr. Qalar some more və some other. More'dan da sonra cəm sayılmayan, other'dan sonra cəm isim gələr. 1 və 3 olur düzgün cavabımız. Poems were written by a well-known poet. Poems cəm olduğu üçün biz buradan only'dən sonra a few gələr, ona çıxmalıyıq. Every'dən sonra tək isim gəlir, ona çıxmalıyıq. Most of these poems düzdür. Both the poems, bu da düzdür. Both'dan sonra da artiklər işlənir və all these poems, bu da düzdür. Yəni 1, 2 və 5 cavabları düzdür. 75-ci sualda we have work to do. Work sayılmadığı üçün many və a few-lar çıxırıq. A little work və much work düzdür. 2 və 3 E variantı. Interesting facts cəm isim olduğu üçün muchla cəm işlənməz. A lotdan sonra isim işlənməz. Qalar 1 və 2. A few interesting facts, bir də some interesting facts. 1 və 2. I didn't have facts. Yenə facts cəm olduğu üçün many facts olacaq. Diğerləri a little və much sayılmayanlar işlənir. A lotda isimlər işlənmir. 78-də didn't make mistakes cəm olduğu üçün muchlar və a little'lar gedər, a lot gedər və many ilə işlənir. Many mistakes. Aren't there interesting games? Yenə games cəm olduğu üçün yenə eyni cavabımız var. Many işlənə bilər. 80-ci sualda deməli fruit trees cəm olduğu üçün many ilə işlənir. Many fruit trees. Students of our group learn Spanish. Students cəm isim olduğu üçün few students olar, a few students olar, amma a little və much olmaz. 1 və 3. 80-ci sualda 82-də fix cəm olduğu üçün much və a little-dan sonra sayılmayan isim gələr, qalar 1 və 3 variant. Friends cəm isim olduğu üçün little, much, a little və a lot çıxır, qalır a lot of friends. I have a lot of friends. 84-də I have got friends cəm isimdir və much, too much-dan little-dan sonra sayılmayan gələr, a lot isimdən işlənmir, qalar few friends. Students cəm isimdir, muchla a little-dan olmaz, many və few olur. Many, few students. 3 və 4. 86-da workers cəm isimdir, much olmaz, a little olmaz, 3 və 4 olar. Many və few. 87-də a few-dan sonra cəm gələr, bu da literature circles olar. Few-dan sonra cəm gələr, circle təkdir. Few-dan sonra cəm gələr, backs cəmdir, amma burada a few-dan sonra back gəlib səhvdir. 1 və 3 düzgün cavabdır. 88-də a few-dan sonra cəm gələr, düzdür. Few-dan sonra sayılan cəm gələr, səhvdir. A few-dan sonra yəni towels cəmdə gəlib, düzdür. Few, cotton towel yox, towels olmalıdır, bu da səhvdir. Qalar 1 və 3, yəni B variantı. 89-cu sualda very few friends cəmdə düzdür. Very little patience sayılmayan isimdir, düzdür. Very'dən sonra a artiklı gəlməz, very'dən sonra a artiklı gəlməz, qalar 1 və 2. Very few və yaxud da very little düzdür, amma a artiklı, yəni a few və very'dən sonra a few, a little işlənə bilməz. Very few cattle düzdür, very little beer düzdür, amma burada yenə very'dən sonra a artiklı olanlar çıxmalıyıq. B variantı. Only'dən sonra a few və a little gələr, few və little gələ bilməz. Ona görə 1 və 2 düzgün cavabdır. 92-də də yenə only'dən sonra a little və only'dən sonra a few gələr, amma 3 və 4 only'dən sonra few və little gələ bilməz. 93-də mistakes cəm olduğu üçün much olmaz, a little olmaz. Few, very few, bir də a lot of üçü də olar. Üçündən sonra cəm isim gələ bilər.
My first day at work wasn't very good. Mənim işdəki ilk günüm çox yaxşı değildi. I have made a lot of mistakes. Yəni pis iş günü keçirmişəmsə, o zaman səhvim çox olub. Deməli, I have made a lot of mistakes. Az, çox az səhv etsə, o zaman günü keçir yaxşı olar, pis olmazdı. 94-də publishing houses cəm olduğu üçün a lot of, few, very few olar, amma little, a little və much olmaz. O zaman baxırıq tərcüməyə. Nəşriyyat evləri cavan, gənc yazıçılarla işlənir. Mən düşünürəm ki, bu əladır. Bu əladır düşünürəmsə, deməli, çoxu gənclərlə işləyir ki, müsbət bir şeydir burada. A lot of publishing houses work with young writers. 95-də did you buy my much milk? Milk sayılmadığı üçün ikinci həftədə sayılmayan isimin kəmiyyət göstəricisindən qoymalıyıq. Few olmaz. Və tərcümə etməliyik. Baxın, much, a little və a lot bunlar isimsiz işlənə bilirdi, amma burada tərcüməyə baxırıq. Deyirsən, çox süd içdinmi? Deyir, xeyr. Yalnız bir az içdim, biraz, a little. Days cəm olduğu üçün many olar və a few olar, amma little, a little olmaz və a lot olmaz. Tərcümə etməliyik. Did you stay there long? Sən orada çox qaldın? No, just a few days. Yalnızca bir neçə gün qaldım. Yəni, yalnızca deyirsə, artıq burada çox söhbət yox, az söhbət olmalı. Guests were invited to the party but came. Guest cəm olduğu üçün a lot olmaz, much olmaz, many'lər və a lot of olar. Və digər tərəfdə də qonaq sözünə görə qoymalıyıq. A few came ya da a lot of came olar. A little sayılmayan isimdən sonraki işləyənə bilər, amma burada isim guest cəmdədir və B və C olacaq. Və cümlədə but varsa, burada bir ziddiyyət olmalıdır. Çoxlu qonaq dəvət edildi, amma azı gəldi. Amma deyirsə, bunun tərsi olmalıdır, yəni few. I met people cəm isimdir və a lot olmaz, a little olmaz. Deməli, I met a lot of people, bir də many people. Və yenə but varsa, həm də burada başqa bir şey var, only var. Onlydən sonra yalnız a few gələr, many gəlməz. Olacaq A variant. Only a few of them. 99-da very few there is very time. Time sayılmadığı üçün few və a few'lar çıxmalıyıq. Many-ni çıxmalıyıq. A lot isimlər işlənməz. Qalır little time. Sonra 100-cü sualda tennis balls. Balls cəm isim olduğu üçün much olmaz, little olmaz, a little və a lot olmaz. A few tennis balls, many tennis balls, bir də a few tennis balls. 1, 2 və 5 variant. Questions cəm olduğu üçün much olmaz, a lot olmaz, many, few olar, ikisi də olar. Amma yenə sualdan söhbət getdiyinə görə burada a little çıxmalıyıq, qalar B və C. But olduğu üçün də bir ziddiyyət götürməliyik. Bir tərəf çox, bir tərəf az. Çox suallar soruşuldu, ancaq azına cavab verildi. Candidates cəmdirsə, candidates deməli a lot olmaz, much olmaz və yenə eyni qayda ilə çox olub, amma azı cavab verilib, azı. Çox və az, yəni C variantı. Many çoxu deyil, çox namizəd gəldi, ancaq çox azı təcrübəli idi. We didn't have fruit last year. Fruit sayılmadığı üçün many'lər, few'lar gedər, a lot gedər. İkinci səhvdə because we had rain. Rain də eyni qayda ilə sayılmadığı üçün burada few'nu da çıxırıq, qalır little. Much fruit, little rain. Things cəmdir, many sayılmayandır. Birinci səhvdə many olar, amma ikinci səhvdə a lot, many olmaz, a lot of olardı. B variantı a lot things olmaz. C variantında much things olmaz. Olacaq D və Y variantı. Many things, few things və yaxud da little money ola bilər. Biz dekorasiya üçün, bəzək üçün ala bilmədik, çox ya da az. Çünki bizim az pulumuz var idi. Az pulumuz var isə o zaman biz çox şey ala bilmədik. Olacaq D variantı. New ideas cəm olduğu üçün few gəlməlidir. A few new ideas. Eating sugar sayılmadığı üçün little və much olar, few, many, a lot gedər və deyir, sənin dişlərin üçün pisdir, ziyanlıdır. Nə? Çoxlu şəkər yemək, çoxlu yemək, yəni olacaq eating too much.
I'm so pleased that we have arguments cəm isim olduğu üçün a little'lar gedər. Enough olar, many olar və few olar. Many'dən enough, few'dən sonra cəm, enough'dan sonra cəm və ya sayılmayan gələ bilər. Mən çox məmnunam ki, bizim ailəmizlə az deməli mübahisələr olur. Mübahisəmiz olur az. Kifayət qədər çox olsa bu pleased olmaz. 108-də let's buy furniture sözü var, baxırıq. Many'dən sonra cəm gələr, many'dən sonra cəm gələr, a few-dən sonra cəm gələr. Qaldı bax a few pieces of furniture. Y variantında da elotun of'u yoxdur, səhvdir, qalar D variantı. 109-cu sualda floor sözü sayılmadığı üçün much little olar, many'lər olmaz. Deməli, no, just, yenə burada sayılmayan isimlərin göstəricisini qoymaq lazımdır. Çünki birinci cümlədəki isimimiz floor sayılmır. O zaman olacaq a little. Deyirsən, çox un qoydunmu bu yeməyə? Deyir, xeyr, yalnız bir azca. Was there water sayılmadığı üçün elotu və menini çıxıram. Digər tərəfdə də very'dən sonra e artiklı gəlməz, qalır little. Was there much water in the barrel? No, no, very little olacaq B variantı. 11-də songs cəmsimdir, cəmsim olduğu üçün much'ları çıxırıq, elotu çıxırıq, qalır many və elot of. Digər tərəfdə də not very'dən sonra very a few olmaz, very few olar B variantı. Aha, enough olan sözlər var. Enough'dan əvvəl sifət gələr. Enough'dan əvvəl. Enough'dan sonra deməli experienced deməli sifətdir və enough'dan əvvəl sifət gəlir. Bu bir düzdür, amma iki səhvdir. Çünki experienced sifət. Enough'dan sonra isim gələr. Bu da düzdür. Deməli enough'dan sonra sifət gəlməz. Enough'dan əvvəl fast enough olmalı idi. Enough care kifayət qədər qayğı. Bu da isimdir. Bu da düzdür. 1, 3 və 5. 113-də yenə enough'dan əvvəl sifət gələr, perfect enough düzdür, amma iki səhvdir. Enough'dan sonra isim gələr, bu da düzdür. Enough'dan sonra sifət gəlməz, amma isim gələr, bu da düzdür. Yəni 1, 3 və 5 variant. Deməli, 114-də what can you tell me about it? I want to give some information and pieces of advice. Information və pieces of advice var. Burada iki tərəfdə isim var deyə biz ikinci, üçüncü tərəfdə else qoya bilmərik. Çünki else'dən sonra isim gəlməz deyə burada A variantı gedir. B-də iki tərəfdə də else olmaz. D-də else'dən sonra information gəlməz. Qalar C və Y variantı arasında. C və Y variantına baxaraq, deməli, pieces cəmdə olduğu üçün a little işlənə bilməz. Qalar C variantı. What else can you tell me about it? Sən bu haqda mənə başqa nə deyə bilərsən? Deyək ki, I want to give some more information and a few pieces of advice. Mən sənə biraz çox məlumat və bir neçə məsləhət vermək istəyirəm. I like to read more of those articles. They interest me. Aha. Deməli, more vardısa, deməli more çox deməkdir. Deyir ki, more a little more-la işlənə bilər və yaxud da little more da ola bilər. Amma they interest me so much ola bilər. Çünki so many deməli cümlənin sonunda belə deyək də, yəni zərfdən sonra, feildən sonra gəldiyi üçün zərflər götürək. Yəni a lot, much işlənə bilər. Onlar A, B və C variantı. Deyək ki, mən I'd like to read a little more of those articles. Biraz daha çox oxumaq istəyirəm. Onlar məni çox, deyək ki, çox məni maraqlandırır. Olacaq so much interest me. Demək, a little more olsaydı daha yaxşı olardı, amma belə little more da olsa düzdür. Deməli, burada da yenə I'd like to have more of those sweets. A little more olar, amma so many. I'd like, deməli, a lot olar ikinci tərəfdə. So much ola bilər. A few-dən sonra yenə so much ola bilər. Much-dan sonra yenə a lot of ola bilməz. Cümlənin sonunda a lot və much-lar işlənə bilər. Amma daha çox istəyirəm deyəndə little more olar, little more. 17-ci sualda I'm thirsty, I'd like some more tea olar. Some'dan sonra tea olar, düzdür. More'dan sonra cups olar. Səhvdir, bu cup təkdədir. A'dan sonra cəm gəlməlidir, cups olmalıdır. Another'dan sonra cup gələr, düzdür.
Bir də a cup of tea, bu da düzdür. 4, 5 və 1. Onlar 1, 4, 5 A variantı. 18-də matchdan sonra paper düzdür. Severaldan sonra types cəmdədir, düzdür. Many paper olmaz. Severaldan sonra sheet cəmlənməlidir. FU-dan sonra isim cəm olmalıdır. Hamısı səhvdir. Yalnız 1 və 2 düzdür. Work sayılmadığı üçün much work düzdür, amma many work səhvdir. Severaldan sonra cəm gələr düzdür, amma few-dan sonra work təkdə də olmaz. Severaldan sonra works düzdür. Yəni 1, 3 və 5 B variantı. Bu suallar var idi. Questions cəmdə olduğu üçün matchlar, elotlar gedər, digərləri qalar. Və çox sual verildi, amma azı müzakirə olundu. Many və few olmalıdır. Çünki ikinci tərəfdə elite olmaz və ziddiyyət olduğu üçün iki tərəfdə çox ola bilməz. Biri çox, biri az olmalıdır, bat olduğu üçün. Eyni qaydada suggestions cəmdir və çox təkliflər edildi, amma azı qəbul edildi. 122-də fame sayılmadığı üçün, şöhrət sayılmadığı üçün many olmaz, few olmaz, only few olmaz, qalar 1 və 3. Deməli, plenty of, a lot of-un sinonimidir. Yəni, a lot of kimi plenty of-dan da sonra sayılmayan isim gələ bilir. Progress sayılmadığı üçün many olmaz, a few olmaz və only a few olmaz. 1 və 3. Interesting places cəm olduğu üçün much, little çıxırıq, a lot-u çıxırıq. Qalır A və B. Onlydən sonra a few gələr, few gəlməz, qalar B variantı. A few interesting places. Mistakes cəm olduğu üçün a lot of, few hamısı olur. İkinci səhvdə də deyir, mən onlarla çox maraqlandım. So deməli artıq deməli deyir, proqramda çox az səhv var idi və ya da çox səhv var idi. Mən deyir ki, onlar I surprised they are so çox olduğu üçün çox deməli they are so much olar. Deməli tərcümə sualıdır. Çünki onlar deyir ki, proqramda çox səhv var idi və bunlar deməni çox təəccübləndirdi. Yəni çox I'm surprised they are so much. Amma mistakes cəm olduğu üçün much olmaz. Burada əslində muchlar biz burada çıxmalıydıq. Çoxlu və çoxlu iki tərəfdə də çox olmalıdır. Yəni few, many olmaz, a lot of few olmaz. Demək çox səhv var idi ki, məndə deyir təəccübləndim ki, onlar dediyinə görə bu söhbət mistakes-dən gedir deyə biz cəm isim qoymaq, cəm isimin kəmiyyət sözünü qoymaq lazımdır. I know this man, I haven't seen him times before. Times cəm olduğu üçün a little və a lot-lar çıxırıq. A few, few və fewer. Deyir, mən bunu tanıyıram, deməli onu bir neçə dəfə görmüşəm. Əvvəllər bir neçə dəfə görmüşəm, a few bir neçə dəfə. Amma few az, fewer daha az. Yəni az görüb, amma bu bir neçə dəfə olduğu üçün müsbət mənalı sayılır. Money sayılmadığı üçün little, a little olar, amma digərlərini çıxmalıyıq. Xoşbəxtlikdən, yaxşı ki, mənim biraz pulum qalıb. Yaxşı ki, deyirsə, müsbət mənalı a little. Və a little-la little olsaydı artıq bu xoşbəxtlikdən olmayacaqdı, bədbəxtlikdən olsaydı. Amma a little varsa müsbət mənalıdır. 128-də there has been rain sayılmadığı üçün many olmaz, few olmaz. Onlydən sonra a little gələr. Qalar B və D variantı. Deyir ki, çox yağış yağdı, but not very much. Ancaq o qədər də çox yox. Biraz yağış yağdı, amma çox yox. Not very much. These new devices are fine. We have had problems. Problems cəm olduğu üçün much və little çıxırıq. Few və a few və very few az, many isə çoxdur. Deyir, bunlar yaxşıdır. Bizim bunlarla bağlı problemlərimiz çox yox, azdır, çox azdır. Yəni yeni əladır və ona görə problem çox azdır. Sold sayılmadığı üçün deməli lots of olar, a lot of olar, a little olar, amma bir a lot olmaz. Onlydən sonra ikinci tərəfdə a little-lar götürməliyik, çünki solddan söhbət gedir, qalacaq A və Y variantları. Mənim bacım yeməyə duz səpir, ancaq deyirsə, burada bir-birinin ziddiyyəti olmalıdır, tərsi olmalıdır. Yəni, mənim bacım çox duz salır, ancaq mən az duz salıram. Olacaq Y variantı. Members cəmdədir, members cəm olduğu üçün little çıxırıq. Deyir ki, bizim üzvlərimiz çoxdur ya da azdır. Ona görə bizim yenilərinə ehtiyacımız var. Deməli, much olmaz, cəm olduğu üçün. Deməli, A, B və Y variantı arasında qalırıq.
Deyil, bizim az üzvümüz var. Ona görə bizim çox üzvə ehtiyacımız var. Az var ki, bizə çoxa ehtiyac var. Zaten many və a lot of mənası eynidirsə olmaz. Ona görə olur A variantı. 132-də care sayılmadığı üçün, sunlight sayılmadığı üçün iki tərəfdə də sayılmayan isim cəmiyyət sözlərini qoymalıyıq. Many, a few, many və a few-lar çıxırıq, qalır much və a lot of. E variantı. Student cəmdədir, support isə sayılmadığı üçün, student cəm olduğu üçün bir dənə much çıxırıq. Digərlərdə support sayılmadığı üçün very few və F-ni çıxırıq. Burada isə a lot of-dan işlənməlidir. Qalır many, bir tərəfdə də much. Many students, much support. 134-də quite a quiet street. Quiet-dan sonra dedik ki, sifət gələr. Bu sifətdir. Bu quiet-dən isə sonra isim gəlir. Deməli, bu düzdür. Enough, quiet streets. Enough, quiet. Enough-dan sonra sifət olar. Sifət isim birləşməsi olar da doğrusu. Quiet sakit sifətdir. Sonra isə isim gəlir. Düzdür bu. A quiet street səhvdir. Çünki A artiklı ilə S burada işlənməz. Səhvdir. Rather quiet street-də burada E artiklı olmalıdır. Olmaz. Bu da səhvdir. A quiet street yenə E artiklından S qəbul etməz. İkisi eyni düşüb. Səhvdir. Qalır 1 və 2. Yəni C variantı. There are job opportunities cəmdədir və cəm isim olduğu üçün few olar, many olar. Deyir ki, çünki bu şəhər balacadır, o zaman iş imkanları burada nə olar? Az olar. Health problems cəm olduğu üçün much, little və little gedir, qalır 1 və 3. Daha doğrusu 1, 3 və 5. Have you got experience in customer service? Bu demək, müştəri xidmətlərində təcrübən varmı? Experience deməli, experience baxırıq, sayılmadığı üçün. Deməli, many olmaz. A lot olmaz. Much experience olar, a little experience olar və enough experience olar. Çünki enough'dan sonra isim gələr. Have you got time deyirsə, time sayılmadığı üçün many olmaz, a lot'un of'u yoxdur. Enough time olar, a little time olar və much time olar. Sonra participants cəm isim olduğu üçün a lot'dan sonra isim gəlməz, much'dan sonra sayılmayan gələr. Few participants, many participants, enough participants. 1, 3, 5. Və sonuncu sual, a few-dan sonra cəm gələr, bir düzdür. A little-dan sonra sayılmayan gələr, 2 səhvdir. A lot of-dan sonra cəm gələ bilər, düzdür. 4-də a few-dan sonra bloggers gələr, düzdür. A few-dan sonra obstacle, maneə cəmlənməlidir, obstacles olmalıdır. Bu da səhvdir. 1, 3, 4 olur. Suallarımız bitdi. Sağ olun. Növbəti videolarda görüşənədək.